Dəyərli abituriyentlərimiz, ismin hallarına aid çox maraqlı bir sual izahını təqdim edirəm. Sona qədər izləyin. Deyir, hansı bəndlərdə hal şəkilçisi qəbul etmədən də sahiblik bildirən isim var? Və diqqətli olun, bax, iki şeyə diqqətli olun. Bir, hal şəkilçisi qəbul etmədən sahibliyi bildirmə. İki də biz burada ismi tapmalıyıq, diqqətli olun. Qütb ulduzu bəli, qütb sözü qeyri-müəyyən haldadır. Hal şəkilçisi qəbul etmədən sahiblik bildirir. Bir, doğru cavab. Mən danışanım, burada yəlik hallı ifadə yoxdur. Bitdi. Körpə sözü sifətdir. Mənim üçün ki, isim istəyir. Bəli, körpə sözü qeyri-müəyyən haldadır. Amma isim istədiyi üçün mən 3-ü götürə bilmərəm. Şəkilin əlamətləri şəkilçi qəbul edib, yəni müəyyən yəlik haldadır. 5-i də götürmürəm. Kür çayı bəli, şəkilçi qəbul etmədən kür sözü burada qeyri-müəyyən yəlik haldadır və sahiblik bildirir. Demək, bizim 1 və 4-cü variantımızda, 1 və 4-cü demək ifadələrimizdə hal şəkilçisi qəbul etmədən, yəni qeyri-müəyyən yəlik hallardadır və bunlar demək, yəlik məzmunu, yəni sahiblik məzmunu bildirir. Cavab olacaq 1 və 4 variant. Bu cür video izahların davamı üçün mütləq kanalımıza abunə olmağı unutmayın. Hər birinizə təşəkkür edirəm.